Salam əziz izləyicilər. Bugün biz Vətənsevənlər İctimai Birliyinin kollektivi olaraq Naxçıvan şəhərindəyik. Şəhidlərimizi yad etmək üçün bu uzaq məsafəni gəldik, amma hər biri bizim Azərbaycan şəhidləridir. İlk öncə şəhidimiz Əli Əliyev Savadoğlu'nun ailəsindən başladıq. Şəhidlərimiz hər biri bizim üçün əzizdir, hər biri bizim üçün müqəddəsdir. Bu cür vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi heç vaxt unutmaq olmaz. Onları biz hər zaman onları unutmamalıyıq, unutturmamalıyıq. Odur ki, biz Vətənsevənlər İctimai Birliyi olaraq şəhid analarımızla birlikdə bu müqəddəs yola çıxdıq. Və bizim şairə publisist Sevinç Azadlı tərəfindən Naxçıvan şəhidimiz olan Əskərov Canpolad Mirzə Ağaverdi oğlunun ziyarətindəyik hal-hazırda. Bugün iyul ayının 16-sıdır, 17-sidir. Bəli, biz bu müqəddəs yolda gəlmişik Zeynəb anamıza dəstək olaq. Vətənsevənlər İctimai Birliyi olaraq bizlərlə birlikdə şəhid analarımız burada iştirak edirlər. Onlar Kürdəmir rayonundandır. Deməli, bir şəhid bacımızdır, 2 şəhid anasıdır. Mən o anaları da təqdim edəcəm. Gülnar anamızdır. Şəhidimiz, 15 yaşlı şəhidimiz, Ağatlı oğlanın anası Gülnar ana. Onun oğlu Sehran Qəniyev 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. O, öz ailəsindən ayrı düşərək, qaçaraq evdən gedib öz əmilərinin yanında vuruşmağa getmişdi. Yəni, vətən sevgisi o qədər o uşaqda yüksək olmuşdu ki, o həmin o yolu seçmişdi və şəhadətə qovuşmuşdu. Həmin Gülnar Zamanova bizim şəhidimiz Sehran Qəniyevin anasıdır. Sonra Vəfa bacımızdır. Yaşar Seyidovun bacısı Yaşar Həkimoğlu Seyidov. O da bizim Kürdəmir rayonunda qəhrəman igid oğullarımızdan biridir. 1994-cü ildə qəhrəmancasına şəhid olmuşdur. Füzuli uğrunda gedən döyüşlərdə. Sonra Nailə anamızdır. Biz öz ziyarətimizi Nailə anamızdan başladıq. Çünki Nailə anamız da bizim İctimai Birliyimizin çoxdan üzvüdür. Və bizim üzvlərimiz olan şəhidlərimizi biz həmişə, yəni oldu olmadı hər bir yerə gedirik, amma yəni özümüzə borc bildik ki, biz gələk Əli Əliyevi də ziyarət edək. Sonra bizim Cəmafət anamızdır. Cəmafət Əzizova. O da şəhidimiz qəhrəman bir oğlun anasıdır. Nəzər Əzizov. Xüsusi təyinatlı qüvvələrin giziri olan Nəzər Əzizovun çox həddindən artıq, çox şücaətləri vardır, qəhrəmanlıqlar vardır. Necə deyərlər, erməniyə qanıb duran bir oğul olmuşdur. Sonra burada Fazilə bacımızı da təqdim eləməyə bilmərəm. Çox vətənpərvər, vətənsevən bir xanımdır. O, hər bir zaman şəhid ailələrinin yanındadır. Hər bir zaman mənə dəstək olur bu yolda. Allah can sağlığı versin. Sonra anamız burada əyləşibdir, Zeynəb anamız. Mən Zeynəb anamızla bizi görüşdürdüyünə görə Sevinç xanıma çox dərin minnətdarlığımı bildirirəm. Sevinç xanımı demək olar ki, nəinki Naxçıvanda, Bakı şəhərində hamı tanıyır. Mən Sevinç xanımı neçə illərdir tanıyıram. Sevinç Azadlı olaraq gözəl məlahətli səsə malik olan bir xanımdır. Onun çox vətənpərvər bir insandır. Hər bir kəs onu bir vətənpərvər şairə publisist kimi tanıyır. Və ona böyük hörmətimiz var. Rayonlarda da sizi hətta tanıyırlar. Mən özüm Göyçaylı qızıyam. Yəni orada da sizin adınızı çox çəkirlər. Mən də deyirəm ki, o mənim dostumdur. Allah sizə can sağlığı versin ki, bu günləri bizi bu cür gözəl şəhidimizin ailəsinə qovuşdurdu. Bu cür ailə ilə biz tanış olduq. Şəhidlərimizi tanıtmaq və tanımaq hər birimizin müqəddəs borcumuzdur. Ona görə də biz bu yolu özümüzə qürurla seçdik ki, biz şəhid ailələrinin yanında qürurla olaq. Mən də Surə Məmmədova adımı da deyim, yəni hər zaman adım yadımdan çıxır. Şəhidlərimizi görüncə həqiqətən də onların müqəddəs ruhunu, yəni öz hər şeydən öncə qabaq tuturam və gəldik bu
yəni bir dəstək olaraq öz ictimai birliyimiz adından anamıza bağışlayacağıq. Fəxri fərman gətirmişik şəhidimizin adına. Verəcəm. Sən ana, gələcəkdim ora. Niyə gəldin? Çox sağ ol. Allah razı olsun. Demək, sağ ol. Heç vaxt şəhidlərimizi unutmuruq. Narahat olma. Həmişə biz onları qürurla yad edirik. Fəxri fərman. Yoxdur. Yoxdur. Vardı şəkil var yaxasında. Var yaxasında, hə. Var, bu qaldı. Fəxri fərman. Torpaqlarımızın azadlığı uğrunda gedən. Hə, qoy deyəm. Onu bağlayın. Onu bağla. Videonu Orası